Söz verdiğim kimi bugün sizinlə növbəti makyaj videomu bölüşürəm. Bu makyaj əsasən gündəlik olaraq harasa iş görüşməsinə gedərkən və yaxud da ki işə gedərkən mənim istifadə etdiyim makyajlardan biridir. Video boyu sizə həm də makyaj sirlərimi bölüşməyi unutmayacağım. Ona görə də videonu izləməyə davam edin. Ötən videoda da qeyd etdiyim kimi makyajdan öncə üz nəmləndirilməlidir. Təkcə üz dərisi yox, həm də göz ətrafı dəri nəmləndirilməlidir. Mən son vaxtlar makyajdan öncə Nivea'dan olan Makeup Expert kremlərindən istifadə edirəm. Həm üz üçün, həm də onun ayrıca göz ətrafı dəri üçün olan kremləri var. Və istifadə etdiyim kremləri makyajdan cəmi 1 dəqiqə əvvəl, 2 dəqiqə əvvəl çəkirəm. Çünki bu kremlər həddindən artıq tez, yəni digər kremlərlə müqayisədə çox tez dəri tərəfindən sorulur. Daha bir məqamı mütləq qeyd etməliyəm ki, əgər Nivea'dan olan Makeup Expert kremlərindən istifadə edəcəksinizsə, bu kremlərin çox az miqdarda üzə tətbiq etmək bəsdir. Çünki bəzən elə olur ki, xanımlar, misal üçün elə Nivea'dan istifadə edən xanımlar kremi üzlərinə çəkirlər, ancaq bu krem daha çox tez dəri tərəfindən sorulduğuna görə onlar elə gəlir ki, dərilərini kifayət qədər nəmləndirmədilər. Yəni krem üzün bütün hissələrinə bəs etmədi. Amma bu aldadıcı bir şeydir. Məhz buna görə də kremdən azca üzə tətbiq etmək bəsdir. Əks halda üzdə yağlılıq olacaq və makyaj üzdə yaxşı oturmayacaq. Daha bir sirrimi sizinlə bölüşmək istəyirəm. Bəzən olur ki, göz ətrafı sahəyə, təbii ki, bu normal bir halda bir qədər açıq tonda, yəni tonal kremdən bir qədər açıq tonda korrektor tətbiq edirlər. Amma çox vaxt xanımlar bunu yumru şəkildə edirlər və buna görə biraz baxışlar aşağı sallanmış olur. Əgər üzə biraz dartılmış effekt vermək istəyiriksə, üçbucaq şəkildə, baxın bu cür şəkildə, yumru yox, üçbucaq şəkildə qaşlara doğru dartaraq çəkmək lazımdır. İndi isə gözlərimin üzərinə neytral bir ton tətbiq edəcəm Naked paletindən. Daha sonra isə bir qədər kiçik fırça ilə, amma qarışdırma fırçası ilə bir qədər tünd göz kölgəsini gözümün hərəkətli hissəsinə tətbiq edəcəm. Daha sonra isə gündəlik makyajda, yəni hər gün işə gedərkən və yaxud da ki, hansısa bir işlə bağlı bir yerə gedərkən gündəlik olaraq gözümə liner çəkməyə həm vaxtım olmur, həm də bu bir qədər insandan diqqət tələb edir. Bu səbəbdən də bir qədər tünd rəngli, daha doğrusu paletin ən tünd rəngli göz kölgəsini belə bir yastı fırça ilə göz ətrafına, yəni üstdən və aşağıdan göz qapağının künclərinə tətbiq edirəm. Bu məqamda nəzərə alın. Əgər göz qapağını qələmlə və yaxud da ki, göz kölgəsi ilə haşiləmə fikriniz varsa, onu mütləq göz qarasının yarısına qədər edin. Axıra qədər etsəz, əksinə gözünüz bir qədər, baxışlarınız ağırlaşacaq və gözlər aşağıya doğru yönələcək. Hələlik mənim gündəlik olaraq bəzən, təbii ki, müəyyən iş görüşmələrinə gedərkən özümə tətbiq etdiyim və seçim etdiyim makyajlardan biri bu idi. Əgər göz ətrafında linerə əvəz edici bir vasitə kimi sizə maraqlıdırsa, dodaq boylarını fərqli rəngdə seçməklə bu makyajı siz də gündəlik siyahınıza, gündəlik makyaj siyahınıza daxil edə bilərsiniz. Sağ olun, gələn videolarda görüşənə qədər.